Sulud və digər 4 kəndin sakinləri televiziyamızın qaynar xəttinə müraciət ediblər. Bildiriblər ki, tibb məntəqəsi 2018-ci ildə kənddə tikilib. Bu məntəqə təxminən 4 kənddə yaşayan 800 nəfərə xidmət göstərir. Hazırda isə məntəqənin bağlanmaq təhlükəsi ilə üz-üzə qaldıqlarını deyiblər. Sakinlərin sözlərinə görə bu məntəqənin bağlanması bütün kənd əhalisinə ciddi mənfi təsir göstərəcək. Kənd rayon mərkəzindən 40 kilometr məsafədə yerləşir. Təcili tibbi yardıma ehtiyac yarananda sakinlər özlərini rayona çatdıra bilməyəcəklər. Onlar bildirirlər ki, kənddə gecə-gündüz xəstə olur. Tibb bacısı isə gəlib ilkin tibbi yardım göstərir. Əgər bu məntəqə bağlanarsa, kənddə yaşamaq daha da çətinləşəcək. İsmayıllı rayon mərkəzi xəstəxanasından bildirildi ki, Sulud tibb məntəqəsinin bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu tamamilə əsassızdır. Sulud, Sərsürə və Kələziyevə kəndlərinin sakinlərinə tibbi xidmət göstərir. Həmin kəndlər üzrə ümumilikdə 480-ə yaxın əhali yaşayır və məntəqə onların sağlamlığının qorunması istiqamətində fəaliyyətini normal qaydada davam etdirir. Eyni zamanda profilaktik tədbirlər görülür və əhalinin sağlamlığının qorunması istiqamətində bütün lazımi xidmətlər təmin edilir. Vətəndaşları yalnız rəsmi və etibarlı mənbələrə istinad etməyə, dəqiqləşdirilməmiş və əsassız məlumatlara inanmamağa çağırırıq. Bizim bütün səhhətimiz bu məntəqədən asılıdır. Rayondan 40 km aralıdadır. Tibb işçisi də çox ixtisaslı kadrdır, yaxşı xidmət edir. Canla başına biz ona çox razıyıq. Xahiş edirik bu məntəqənin bağlanması olmasın. Cəmilə Nəsir qızı Rafiq Həsənov, Elçin Məlikov, Rəvan Məmmədli bugün informasiya proqramı üçün.